3, 2, 1. Hörmətli izləyicilərimiz, əziz şagirdlərimiz, əziz tələbələrimiz, mən Vüsal Kəlbəcəri. Bugün həm Azərbaycanımızın çox gözəl rayonlarından biri olan, demək biz Ağcabədi rayonunda biz qabaqcıl, nümunəvi və təqaüddə olan müəllimlər də çəkmişik dəfələrlə. Bu günlərim isə qabaqcıl və nümunəvi şagirdlərdən birini sizlərə təqdim eləmək istəyirəm. İgid balamız, adın soyadın nədir? Eşkin İsmailov. Eşkin İsmailov. Hansı məktəbin şagirdsən? 9 nömrəli. 9 nömrəli tam orta məktəbin keçənlərin biz məktəbində gözəl çəkilişlər elədik və şagirdlərini də işıqlandırdıq, onlara da uğurlar dilərik. Gələcəkdə inşallah böyüyəndə hansı peşənin sahibi olmaq istəyirsən? Yol polisi. Yol polisi olmaq. Bu qədər ixtisasların içində niyə yol polisini seçdin? Nəyə görə yol polisi olmaq istəyirsən? Çünki yol polisiz olmasa dünya elə bir pis olar da. Maşınları pis sürərlər, eləmi? Və biz də sənə uğurlar dilərik, sənə arzuna qoşulluq inşallah. Arzu edirik ki, sən də ən yüksək balla inşallah polis akademiyasına qəbul olasan və vətənimizin inşallah dəyərli vətəndaşlarından biri olsan və qanun keşiyində olan qanunu, şərəfli polislərdən biri olasan inşallah. Məktəbdə ən çox sevdiyin müəllimlər hansı müəllimlərdir? Ülviyə müəllimə və Sevinç müəllimə. O müəllimlərin hər birinin öz adımızdan dərin təşəkkürünü bildiririk. Sağ ol deyirik. Çağdaş təhsil komandası olaraq siz kimi şagirdlərlə biz fəxr edirik, qürur duyuruq. Bugün 2026-cı il 14 fevral tarixidir. Bizə nə söz verirsən? Gələcəkdə bayrağımızı yüksəklərə qaldırmağa söz verirsənmi? Söz verirəm. Gələcəkdə atana, anana layiq övlad olmağa söz verirsənmi? Söz verirəm. Biz də sənə söz veririk ki, hər zaman sənin uğur və nailiyyətlərini işlandıracağıq. Uğurların bol olsun, nailiyyətlərin bol olsun.